Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. TikTokda televiziya aparıcısı Güllü Muxtarovanı təhqir edən kişi inzibati qaydada cəzalandırılıb. Xəbər verilir ki, aparıcının müsahibəsinə rəy yazmaq 50 yaşlı şəxsə baha başa gəlib. Belə ki, aparıcının müsahibələrindən birində toyda aparıcı getdiyi 6 saata görə qazandığı pul televiziyadakı aylıq maaşının 3 qatından çox olduğunu deyib. İstifadəçi həmin paylaşıma tamad və manuslara dəyərindən çox pul vermək qudurmuşların əməlidir. Ona görə də bunlar daha çox qudururlar rəyini yazıb. Aparıcının sözlərinə görə həmin şərh ona və ailə üzvlərinə pis təsir edib, bu səbəbdən şikayət etmək qərarına gəlib. Barəsində şikayət edilən şəxs isə məhkəmədə geri çəkilib. O, həmin sözlərin qadına aid edilmədiyini, əgər xanım bunu özünə qarşı təhqir hesab edirsə, üzr istəməyə hazır olduğunu deyib. Yekun olaraq isə inzibati xəta haqqında şikayətə xitam verilməsi xahiş edib. Hakim tərəfləri dinlədikdən sonra aparıcının şikayətini əsaslı hesab edib. Qərara əsasən həmin şəxs inzibati xəta törətdiyi üçün 600 manat cərimələnib.